Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünə məşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Mediatur iştirakçılarına işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Mediatur işğaldan azad edilmiş ərazilərimizə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb. Həm kənd təsərrüfatı istiqaməti üzrə, həm də istehsal xidmət istiqaməti üzrə öz işlərini qurmuş vətəndaşların təsərrüfatlarına baxış keçirdik. Qeyd edeyim ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən artıq Laçın rayonunda 90-a yaxın şəxs özünü məşğulluq proqramına cəlb edilib və kənd təsərrüfatı istehsal xidmət istiqamətləri üzrə aktivlərlə təmin olunaraq öz işlərini qurublar. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə əldə olunmuş nəticələrə nəzər yetirsək, artıq bu ərazilərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən 11.200-dən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 8.300-dən çox münasib işlərlə təmin olunub, 900-dən çox şəxs özünü məşğulluq proqramına cəlb edilib və eyni zamanda əlavə olaraq bir qrup 500-dən çox şəxsin də peşə hazırlığı kurslarına cəlb olunması həyata keçirilib. Sadaladığım bu istiqamətlər üzrə həm Laçın rayonunda, həm də digər ərazilərdə böyük qayıdış proqramı davam elədikcə şəxslərin, bura köçürülmüş vətəndaşların məşğulluq imkanlarının qiymətləndirilməsi və onların məşğulluq tədbirlərinə cəlb olunmaları davam etdirilir. Media nümayəndələri əvvəlcə müharibə iştirakçısı olan Laçın rayon sakini Şahin İskəndərov üçün özünə məşğulluq proqramı çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı və müharibə veteranı Azər Qarayev üçün yaradılmış avto təmizləmə xidməti sahəsi ilə tanış olublar. Müraciət elədim, sağ olsunlar, kömək elədilər, yazdılar, kurs keçdik. Örgətdilər, nə etmək lazımdır. Biz Bakıda işləmişdik, amma rayonda belə təzə idi də. Ona görə gəldik, sağ olsunlar, aparatları da verdilər. Nümayəndəlikdə bizə mənsubən yer ayırdı. Biz köhnə elə keçmiş döyüşçü kimi müraciət elədim, sağ olsunlar, baxdılar və yerlə də təmin elədilər. Avadanlıqlarla da təmin elədilər. Avadanlıqlar nələrdir? Avadanlıqlar orada kompresor var. Orada kompresordur, köpük aparatıdır, toz sorandır, ondan su vuran aparatdır. Yüzüyə nə lazımdır ondan, hamısını təşkil elədilər. Hələm dedilər ki, bir ildən də sonra sizə xalça yubaq üçün də özləri gətirib təhvil verəcəklər. Mən özüm birinci Qarabağ müharibəsi veteranıyam. Bu vaxt məşğulluğa müraciət elədim. Dövlət bizi sağ olsun ayı ilə təmin elədi. İndi təsərrüfatımızı böyütmüşük. İnşallah köçmüşük öz vətənimizə. Burada da daha bunu böyütməyə fikrimiz var. İnşallah yaxşı olar. Nə qədər arı ailəniz var və bunu balı nə edirsiniz, satışını təşkil edə bilirsinizmi? İlk məhsul götürmüşsünüzmü? 50-dən yuxarı arı təsərrüfatım var. Bu illəri yaxşı olubdur, məhsul götürmüşük. Prosto məhsulu satmaqda biraz problemlərimiz var. Qalan belə dövlətin dəstəkləri yaxşıdır, yəni təsərrüfatı böyütmək, burada da arıçılıq daha inkişaf eləməyə şərait var. Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvü olan Ramin Həsənov üçün yaradılmış dönərxanaya da baş çəkiblər. Mən ilk dəfə Laçın rayonuna gələndə sağ olsun Laçın şəhər nümayəndəliyimiz də, məşğulluq idarəsi də bizə dəstək göstərdi. Mən məşğulluq idarəsinə müraciət elədim. Onlar mərhələli şəkildə, növbəli şəkildə mənim müəyyən avadanlıqlara təmin elədilər. İlk öncə mən burada fəaliyyətə başlayanda xırda sahibkarım, belə deyim, bir nəfər də işçi heyətim var idi. İndi hal-hazırda Allaha şükür personal 9 nəfərdən ibarətdir. Burada Laçın sakinlərinə, gələn qonaqlarımıza, turistlərimizə xidmət eləmək bizim üçün həqiqətən qürur vericidir. Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurtlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.